Süd çörək, şirin çörək, külçə, kömbə, nazik. Bəs siz necə adlandırırsınız? Rəylərdə yazın. Bu videoda pambıq kimi yumşaq, ətri evi bürüyəcək möhtəşəm bir süd çörəyi hazırlayırıq. İlk olaraq qeyd edim ki, reseptdə istifadə etdiyim stəkanın ölçüsü 200 ml-dir. Dərin bir qaba 8 stəkan unu ələyirik. Üzərinə 1 çay qaşığı duz, 1 stəkan yarım şəkər tozu, 1 çay qaşığı sarkök və 1 xörək qaşığı instant maya əlavə edib qarışdırırıq. Mən hər dəfə instant maya dedikdə bir çoxları soruşur ki, instant maya nədir? Bu mayanı birbaşa una əlavə edib qarışdırırsınız. Yəni əvvəlcədən aparı hazırlamağa ehtiyac olmur. Daha sonra bura 2 ədəd yumurta, 150 qram yağlı xama və 2 stəkan yarım ilıq süd əlavə edib xəmir yoğururuq. Nəticədə çox ələ yapışan bir xəmir alınır və üzərinə 150 qram yumşaq kərə yağını əlavə edib yağ xəmirə tam hopana qədər yoğururuq. Xəmir hələ də biraz ələ yapışan alınır, amma narahat olmayın, çörəyimizin pambıq kimi alınması üçün bu belə də olmalıdır. Xəmiri 1 saat isti bir yerdə mayalandırdıqdan sonra biraz yoğururam ki, havası çıxsın, maya qoxusu gəlməsin. Əgər xəmir əllərinizə yapışırsa, əllərinizi də duru yağla yağlayın və rahat-rahat xəmirinizi yoğurun. Daha sonra mən xəmiri masanın üzərində də bir qədər yoğurdum və əgər xəmir masaya da yapışırsa, o zaman masanı da duru yağla yağlayın. Yəni qətiyyən bu mərhələdə əlavə undan istifadə etməyin. Çünki xəmirinizin unu çox olarsa çörəkləriniz bərk alınar. İndi isə xəmiri 3 bərabər hissəyə kəsib kündələr edirik. Çalışın ki, bütün kündələr eyni ölçüdə olsun. Soba listini də duru yağla yağlayıb kündəni soba listinin üzərində biraz əllərimizlə açırıq və üzərini də örtüb yarım saat isti bir yerdə mayalandırırıq. Bir yumurta sarısına 1 xörək qaşığı süd əlavə edib xəmirin üzərinə çəkirik və üzərində də çəngəl ilə xətlər edib bir neçə yerdə də dəliklər açırıq ki, yersiz qabarmalar olmasın. Sonda da üzərinə küncüt səpib əvvəlcədən 180 dərəcəli isidilmiş sobada yarım saat və yaxud da üzəri qızarana qədər bişiririk. Və budur, sobadan çıxan o ətri kaş ki sizə çatdıra bilsəydim. Üzəri nar kimi qızarmış, içi pambıq kimi yumşaq süd çörəklərimiz artıq hazırdır. Gördüyünüz kimi həm rəngi, həm də teksturası mükəmməldir. Sarkökün verdiyi o qızılı rəng və kərə yağının qatdığı xüsusi dad bu resepti əvəz olunmaz edir. Çörəyə toxunduqda nə qədər havalı olduğunu özünüz də görürsünüz. Səhər yeməklərinin, çay süfrələrinin ulduzu olacaq bu ləzzəti mütləq sınaqdan keçirin. Dostlar, əgər videomu sona qədər izlədinizsə və resept xoşunuza gəldisə, zəhmət olmasa videonu bəyənməyi unutmayın ki, bu resepti daha çox insan görmüş olsun. Və hələ də kanalıma abunə deyilsinizsə, abunə olub bildiriş işarəsini açın ki, hər gün paylaşdığım yeni və sınanmış reseptləri ilk siz görəsiniz. Hələlik.